Salam əziz və dəyərli izləyicilərim. Mənim çox videolarım var qolaltı antiperspiratların nə qədər zərərli olduğunu, ən ağır xəstəliklərə gətirib çıxartdığını haqqında videolarım var. İstəsəniz özünüzdə araşdırma aparın əzizlərim. Mən istəmirəm ki, mənim dəyərli bacılarım, gözəl qızlarım, az yaşlılardan da indi çoxalıbdır bu xərçəng xəstəliyi, dəhşət dərəcədə çoxalıbdır və bu mənim dediyim söz deyil. Dərin, çox dərin araşdırmalar nəticəsində bilinmişdir ki, qol altına vurulanlar çox zərərlidir əzizlərim. Çalışdıqca onlardan istifadə eləməyin bir tanələri. Mən sizə soda, 3% Perex haqqında danışmışdım, amma bunu özüm də yeni kəşf etmişəm. Ona görə bilirsiniz ki, mən nə etdimsə, nəyi bildimsə sizlərlə bölüşməyi sevirəm. O dəqiqə sizlərə bildirirəm. Heç bir sekretim, heç bir sirrim qalmır sizlərdən gizli. Və bu Teymur pastasının, Teymur pastanı da vura bilərsiniz özünü qolunuzun altına. Amma bu isə spreydir. Bunu iyi gələn ayaqlara da vura bilərsiniz əzizlərim. Tərləyən ayaqlar üçün də oğlan uşaqlarına vura bilərsiniz. Ən çox da qol altına. Səhər-səhər yaxalandınız, çıxdınız, qolunuzun altını quruladınız, vurdunuz. Bütün gün ərzində tər iyi gəlməyəcək. Əsas məsələ budur ki, prinsip ondan ibarətdir ki, bu tərlədir, amma iyi gətirmir. Bizə də lazımdır ki, bədənimizdəki toksinlər tər yolu ilə çıxsın. Bax, o toksinlər, o tər nədir? Bizim orqanizmimizdə yığılan pis toksinlərdir. O birisi antiperspiratlar bəzən sevinirsiniz ki, tərləmədim, elə gözəl, bahalı almışam, vurdum qolumun altına, heç nə tərləmədim. Bax, o sizin tər vəzlərinizi orada blokluyur və gətirir sinə xərçənginə, qol altı limfaları şişirdir, bunlar da gətirir xərçəngə çıxardır. Əzizlərim, ona görə onlardan istifadə eləməyin. Apteklərdə satılır, əzizlərim, bax, ala bilərsiniz, hər bir aptekdə girin, deyin ki, Teymur pastanın sprey, yəni belə də dezodorant kimidir, çox da sərfəlidir. İnanın ki, bir dəfə alsanız bir uzun müddət sizə bəs edəcək. Yəni, çox xahiş edirəm, bunlardan istifadə edin və ona da bildirim ki, mən nədən istifadə edirsinizsə, məsələn, videom var orada antiperspiratlardan istifadə eləməyin, soda vurun, 3% Perex vurun. Orada o qədər gözəl sözlər yazmışsınız ki, doğrudan da Məryəm xanım, onları eləyəndən sağlığımıza qovuşmuşuq, nə yaxşı öyrətdiniz, var gözəl sözlərdən burada qoyuram əzizlərim. İnşallah ki, əminəm ki, buna da baxandan sonra, bu videoya da baxandan sonra az yaşlı oğlanlar, qızlar əl-xüsusda məktəbə gedəndə analar ehtiyatlı olun. Yəni, onlardan vurmayın. Ya 3% Perex, ya soda, ya da yeni kəşf etdiyim Teymur pastasının sprey növündən istifadə edə bilərsiniz, əzizlərim. Bütün videolarımda dediyim kimi şükürlərinizi bol edin ki, şükürləriniz çox olsun, şikayətlərinizi azalın ki, şikayətləriniz azalsın. Sağ olun.